İctimai nəqliyyatda gənc nəslin yaşlı nəslə yer verməsi problemi. Bu hələ də aktualdır. Bir qrup insan mentalitet cəhətdən yanaşaraq deyir ki, mütləq gənc nəsil yaşlı nəslə yer verməlidir. Digər qrup insansa düşünür ki, xeyr, gənc nəsil də işdən, dərsdən yorğun gəlir və onlar da əyləşməlidirlər. Maraqlıdır, şəhər sakinləri nə düşünür? İctimai nəqliyyatda gənc nəslin yaşlı nəslə yer verib verməməsi barədə nə düşünür? Avtobusda zətdə. Bəli. Metro, avtobus. Metro, avtobus. Əlbəttə, yəni yaxşı baxmıram, çünki yaşlı nəslə yəni yer durub verməlidir, uşaqlara yer verməlidir, əlillərə yer verməlidir. Təbii ki, bu hər an baş vermir. Yəni nəqliyyatdan istifadə edirəm. Yəni çox nadir hallarda görürəm. Bəs sizcə gənc nəsil məsələn ola bilər ki, onlar da işdən, dərsdən gəlirlər, yorğundular, əyləşiblər və bu haqda? Təbii ki, onlar da yorğun olur. Çünki dərs yorur adamı. Bəli. Hər halda onlar cavandılar. Onların yəni ki, gələcəkdə hələ onları çox yəni uğurlar gözləyir. Yəni ki, sağlamlığa qarşı yəni onu desəm, təbii ki, onların sağlamlığa qarşı yəni dözümləri çox olar. Kim yaşlı nəsil. Yaşlı nəslə yer verilməlidir. Mən uzun müddətdir ictimai nəqliyyatdan istifadə edirəm. Yəni metrodan gedib gəlirəm. Avtobusda oluram. Görmüşəm həmişə gənclərdə diqqət. Hətta məsələn müəyyən nisbətən baxırsan ki, elə mən az qala bundan biraz böyüyəm də, eləsi də görürsən ki, görəndə ağsaqqal otur deyir, müəllim otur deyir, müraciət forması. Şükürlər olsun Allaha ki, müəyyən işlər var ki, bizim gənclər onu bugünkü gündə qoruyub saxlaya biliblər. Bu dədədən, babadan gələn ənənədir. Heç bir bu sarıda yoxdur. Başqa məsələdir ki, gənclərimiz oxumur, zəhmətdən uzaqdır. Mən təhsil adamıyam, ona görə deyirəm. O ayrı söhbətdir, amma bu tərbiyə məsələsi var. Fikirləşirəm ki, gənc nəslin yaşlı nəslə yer verməsi normal haldır. Yəni, bu etmək lazımdır. Ancaq baxır kimlərə yer vermək lazımdır. O ki, oturursan, yorğun gəlirsən, dərsdən və yaxud da işdən yorğunsan, baş ağrıyır, nə bilim, əsəblər pozulur və yaşlı olmayan, orta yaş bir xala mı deyim, xalalar əsasən də bir-birlər. Gəlir başının üstündən gəncin ki, dayanır belə. Sırf gəncə elə bil ki, burada üstdən aşağı baxır ki, sən durub mənə yer verməlisən. Belələrinə yer vermək lazım deyil, açığı. O ki, kimin ki, oturmağa ehtiyacı var, yaşlı olsun, hamilə olsun və s. Onlara yer vermək lazımdır. Mən onu düşünürəm ki, mən 40 yaşına çatana qədər nə trolleybusda, nə tramvayda, nə avtobusda oturmamışam. Bilirəm ki, oturdum, onsuz da durmalıyam. Amma indi mən o qızları nəzərdə tutmuram. Çünki bu dəqiqə gedib minəcəyəm, pişir götürür məni. Basabas qırığın, sənin kimi cavan qızlar xəcalət çəkirlər. Niyə görə? Ona görə ayaq üstə qalanda. Kişilər yapışırlar belə. Yapışırlar qızlara, arvadlara. Ona görə mənə yer verəndə qız, gəlin, mən oturmuram. Ayaq üstə gedirəm. Amma heç vaxt oturmuram. Oğlanlar da otururlar, özdə heç veclərinə deyir ki, yaşlı, nə bilim nə. Ona görə qızlar məsələsində mən heç vaxt oturmuram və o kişilər ki, gəlirlər, yekə-yeküz, bazvurutlu kişilər otururlar qızların yerində zorla. Mən onları alqışlamıram. Sənin də qızın var. Sənin də qızın gedir, ona da sataşırlar metronun içində. Olmaz, ayıbdır. Ayıbdır. İndi gəlib bu zamanıya çatmışıq. Silotka kimi hamı yapışır bir-birinə. Kim istər ki, onun qızı, ya nəvəsi, ya nəticəsi o gündə evə gəlsin. Olmaz. Olmaz. Verə bilirsənsə bunu verin. Ayıbdır. Ona görə kişilərə müraciət edirəm ki, kişi olun. Kişi olun, Görsünüz ki, arvad xeylağı mənə durur ayağa yer verməyə. Deyirəm, ay xanım, mən sənə yer verməliyəm, sən mənə yox. Ona görə bir daha, nə bilim, itib, hər şey itib. Neyin harada olduğu bilinmir. Fikirləşirəm ki, baxır vəziyyətdən nə ola bilər. Var ki, kimsə işdən zaten qayıdır. Uşaqlar, məsəl üçün özüm də işləyirəm. Aptekdə işləyirəm, gecə növbəsində yoğun qayıdıram işdən. Baxıram, əyləşirəm ardasa. Kimsə gəlir, baxır, indi yaşa da baxır.
İndi böyük nəsil, indi böyük yaşlı olanda əlbəttə yer verə bilərəm, amma arada baxıram, gözümü yumuram, elə bil mən heç kim görmürəm. Otururam yerimdə. Belədir, amma yəni ki, vermək lazımdır. Baxır ki, kimə verirsiniz. Məsəl üçün, uşağı insanlara verirəm. Yəni, valideynlərlə uşaqlar olur. Sonra ki, hamiləli qadınlara verirəm. Sonra çox yaşlı xanımlara və müəllimlərə verirəm. Başqa işlə. Amma yəni hamının nə deyirlər ona, məcburiyyətli deyildi, yəni kiməsə yer vermək. Əlbəttə ki, öz fikri var. Müasir dövrdə gəncləri doğrudan da bu barədə bu yaxınlarda mən elə binmişdim avtobusa. Elə bu barədə danışırdılar ki, gənclər yol vermirlər yaşlılara və s. Və mən düşünürəm ki, bu biraz qərəzli mövzudur, amma əlbəttə ki, empatiya ilə başa düşmək lazımdır ki, yaşlılara yol vermək vacib məsələdir. Mənim üçün belədir. Və sizcə cavan işdən yorğun gələ bilməz, işdən və yaxud da dərsdən yorğun gələ bilməzmi? Əlbəttə gələ bilər. Onun üçün cavanlar da başa düşmək lazımdır. Məncə yenə dediyim kimi empatiya məsələsidir bu. Qurmalıyıq, bunu bacarmalıyıq. Gənclər də düşünmək lazımdır. İndiki gənclər çünki işə gedirlər, təhsilini yönləndirirlər. Çətin məsələlərdir bunların hamısı. Mən elə adətən minirəm avtobusa, heç vaxt yəni oturmuram da. Böyük görən kimi ayağa qalxıram. Böyüklərə yer vermək lazımdır, yaşlılara, daha sonra hamilələrə yer vermək lazımdır. Amma nadir hallarda elə olur ki, o qədər yorğun oluram ki, o zamanlarda artıq yer vermirəm. Amma ki, yəni əslində bu səhvdir mənim üçün. Yəni böyüklərə yer vermək yəni hər zaman öndədir. Aha, yəni yorğun gəlsəz belə ayağa durmaq düşünür. Bəli, bəli. Çünki mən düşünürəm ki, qoza əgər durub mənim qarşımda mən oturamsa özümü pis edirəm. Yəni öz mənəviyyatımdan gəlir bu irəli. Gəlin belə bir sual verin. Bəs siz düşünürsünüz ki, bir təxəyyülünüzə gətirin ki, siz dərsdən gəlirsiniz, işdən gəlirsiniz, yorğunsunuz, amma həmin o yaşlı insan gəzməkdən gəlir. Bəs bunda? Mən onu yəni bilmirəm, yəni kim hardan gəlir falan. Yəni o baxır, yenə də mən pis baxmaram yəni. Ya böyükdürsə oturmalıdır da. Yəni durub mənə yer verməlidir ki, yaşlı adam. Mən belə düşünürəm. Mənə həmişə yer verirlər və gənclərdən də çox razıyam. Həmişə uşaqlar, cavanlar, haçın girmişəm. Amma o qədər sizdən belə istifadə edən deyiləm də. Bəzən belə bir hallara da rast gəlinir ki, gənc nəsil yer verməyəndə yaşlı nəsil metroda olsa belə, ictimai nəqliyyatda olsa belə məsləhətlər, tövsiyələr verir. Siz nə düşünürsünüz bu haqda? Şəxsən mən vermərəm. O hər kəsin individual özü bilər. İstəyər o hər kəsin tərbiyəsindən, əxlaqından, şəraitdən böyüdüyündən asılıdır. Onu sən 2 kəlmə ilə nə tərbiyə verəsən? İnsanın özünə asılıdır. Ürək istəyir verir, istəmir vermir. Oturubsa əgər o yer onundur da. Mən belə hesab edirəm.